Salam, hörmətli tamaşaçılar. Sizləri Azərbaycanın ilk internet televiziyası Kanal 13-dən Gəncəlik proqramından mən aparıcınız Turaz İsmailov salamlayıram. Biz bugün hər zaman olduğu kimi daha çox ictimai-siyasi prosesləri biz müzakirə edirik bildiyimiz kimi proqramımızda və bugün də ümumiyyətlə ölkəmizdə, dünyada və Türk dünyasında baş verən politik dəyişikliklərdən söhbət açacağıq. Studiyamızın qonağı isə Dünya Bozqurd Partiyasının sədri, politoloq Şakir Ulubəylidir. Şakir bəy, salamlayıram sizə, xoş gəldiniz. Salam. Şakir bəy, istəyirəm ilk öncə bu siyasi proseslərə keçməzdən əvvəl biraz beynəlxalq məsələləri müzakirə eləyək, daha sonra ölkə siyasətinə qayıdarıq. İlk sualım da elə Türkiyə ilə bağlı olacaq. Şakir bəy, ümumiyyətlə son dövrlərdə Türkiyənin İran məsələsində bu qədər fəallaşması, hətta görüşün Türkiyədə keçirilmə məsələsi, eyni zamanda artıq Türkiyənin NATO və Amerika ilə daha yaxından müttəfiqlik etməsi, bir növ qərb dövlətlərinin Asiyadakı forpost rolunu oynaması. Və bu nə ilə bağlıdır? AKP iqtidarının uğurlu siyasətidirmi, yoxsa burada başqa məqamlar mı var? Ümumiyyətlə, Türkiyə-İran münasibətləri ta qədim zamanlardan bu region üçün çox böyük əhəmiyyət daşıyır. Yəni, İran-Turan məsələləri ki var, 100 illər, 1000 illər boyu. Bugün üçün Türkiyədə baş verən hadisələr və Türkiyənin İran mövqeyi və deyək ki, bəzi məqamlarda bizi təmin etməyən İrandakı bizim 35 milyon soydaşlarımıza münasibət, bəzi məqamlarda bizi təmin etməsə də belə, biz milli münasibətləri, dövlətlər arası münasibətlərdən müəyyən qədər fərqləndirməliyik. Dövlətlər və dövləti idarə edən mövcud hakimiyyət qarşısına qoyduğu məqsəd bir millətin qarşısına qoyduğu məqsədlə tam üst-üstə düşməyə bilər. Yəni, bizim İranda yaşayan soydaşlarımıza münasibətimiz milli mövqeydən bir başqa cür ola bilər. Amma bugünkü hakimiyyətin mövqeyi bir başqa cür ola bilər. Çünki burada bir məsuliyyət məsələsi var. O mənada Türkiyədə baş verən hadisələr və İrana bugünkü mövqeyi, mən elə başa düşürəm ki, Suriya məsələsi həll olandan sonra mövqeylər bir qədər də ola bilər ki, bizim o bayaq dediyimiz o milli mövqeyə yaxınlaşsın. Hal-hazırki vəziyyətdə mən hesab edirəm ki, Türkiyə hakimiyyətinin tutduğu mövqey normaldır və biz onu çox da həddən artıq hadisələri həm qabaqlamaq və yaxud geri çəkmək də istəməyərək və hesab eləməli ki, AKP-nin İran hadisələrinə münasibəti hələlik normaldır. Yəni, onu mən normal qiymətləndirirəm. Aydın. Şakir bəy, bəs ümumiyyətlə Türkiyədə son dövrlərdə bilirsiniz, bu generalların həbsi prosesi, tufanı baş verir. Bu prosesin arxasında yatan səbəblər nədir? Ən sonunda 97-ci ildə Ərbakan iqtidarına qarşı ordunun etdiyi irəli sürülən cinayət işi açıldı və yenə ikinci bir genelkurmay, o dönəmin genelkurmay başqanı həbs olundu. Ümumiyyətlə, Türkiyədə ordunun üzərinə bu qədər gedilməsi nədən irəli gəlir? Nəyə görə əvvəlki iqtidarlar, məsələn, əgər ordunun belə planları var idisə, bunu üzəri çıxara bilmirdi? Burada hərdən politologlar bunu AKP-nin dini mövqeyi ilə izah edirlər ki, dinə yaxşı münasibət bəslədiyindən orduya qarşı çıxır. Amma mən bir tərəfli olaraq deməzdim ki, bu yalnız onların dinə olan mövqeyi ilə əlaqədardır. Burada müasir dünyada gedən demokratik prosesləri və Türkiyənin illərdə Avropa İttifaqına daxil olmaq istəyi və bu istəkdən doğan müəyyən şərtlər var. Yəni, bütün dünyada ordu ilə dövlət arasında, cəmiyyət arasındakı münasibətlərin müəyyən, belə deyək ki, Avropa standartlarına uyğunlaşdırması gedir və Türkiyənin Avropa İttifaqına daxil olması Türk dünyası üçün və eləcə də bizim Azərbaycan üçün çox möhtəşəm bir, belə deyək ki, hadisə olardı. Mənə belə gəlir ki, orduya müəyyən qədər, bəzən biz də çox narahat oluruq. Çünki Türk ordusu bizim daima qürur duyduğumuz və öyündüyümüz, deyək ki, dövlətin strukturlarından biridir və Türk dünyasının qoruyucu simvolu kimi. O mənada biz də hərdən o hadisələr əndişələnirik. Bəzi o generallara olan münasibətdə biz hesab edirik ki, müəyyən qədər orada
sərtlik var. Yəni o sərtlik yumşadılsa yaxşıdır. Amma tam hesab eləmirəm ki, bu Türkiyə dövləti üçün çox böyük belə bir əndişə yarada bilər. Hər halda mənə belə gəlir ki, orduya qarşı bir qədər sərtliyin yumşaldılması cəmiyyətdə, yəni Türk cəmiyyətində və eyni ilə Azərbaycanda AKP-yə qarşı müəyyən qədər müsbət mövqe sərgiləyərdi. Aydındır. Şakir bəy, bəs son dönəmlər İranda baş verən proseslər, ümumiyyətlə nüvə məsələsində bilirsiniz ki, İran geri addım atmaq istəmir. Amerika və İsrailin də konkret düzdür, hərbi bəyanatları və hədələri tez-tez səslənir ortada. Amma İran da geri çəkilmir və hələ ki danışıqlarda bir irəliləyiş görünmür. Sizcə İran bu məsələdə nəyə güvənir? Yəni həqiqətən özünün nüvə silahlarına güvənir? Bir şəxs kimi, ya partiya sədri kimi, partiya mövqeyi kimi bir millətçi mövqeydən yanaşanda bizim İrana digər başqa qruplardan və partiyalardan və deyək ki, hakimiyyətdən də fərqli bir münasibətimiz var. Biz İranda 35 milyon illərdir işğal altında, əsarətdə yaşayan millətimizi xilas eləmək üçün bu gün İrana qarşı çıxan qüvvələrə kömək etmək və İranın parçalanmasına müəyyən qədər şərait yaratmaq taktikasını qəbul edirik. Budur. Məsələn, mən hesab edirəm ki, İran əslində bir neçə dövlətə dağılmalıdır, parçalanmalıdır və onların içində Azərbaycan türkləri öz müstəqil dövlətlərini və yaxud Şimal Azərbaycanla birləşib Türkiyə ilə konfederativ dövlət yaratmaq qədər bir siyasətin qəbul edilməsini istəyirik. Hərçənd ki, bu gün hakimiyyətin İran münasibətində biz bir partiya kimi tələb etmirik ki, siz bir millətçi partiyanın tamamilə fikrinə uyğun siyasət yeridir. Bugün Azərbaycan hakimiyyətinin bizim partiyanın olan təklifləri ola bilər ki, bəzi dövlətçilik nöqteyi nəzərindən onların çoxunu açıqlaya bilmirəm. Yəni, dövlətimiz nələr etməlidir, hakimiyyət nələr etməlidir? Çünki bu ola bilər ki, biraz çox aşkarlanması o qədər lazım deyil. Amma mənə belə gəlir ki, hakimiyyət, ictimai təşkilatların, siyasi təşkilatların, qeyri-hökumət təşkilatların əli ilə İranda başlanan milli azadlıq hərəkatına birbaşa da olmasa dolay yoluna müəyyən qədər həmin təşkilatların əli ilə, məsələn, biz partiya kimi belə hesab edirik ki, hətta hakimiyyət Azərbaycan türklərinin milli azadlıq hərəkatına kömək etmək üçün millətçi partiyalardan istifadə edə bilər. Bu, hakimiyyət birbaşa, bugün İrandakı olan bizim soydaşlarımıza hər hansı bir, belə deyək ki, dövlət səviyyəsində himayədarlıq etməsi, bu o qədər mənə belə gəlir ki, düzgün olmazdı. Amma hakimiyyətin borcudur ki, 50 milyonluq Azərbaycan türklərinin yeganə dövləti Azərbaycandır. Biz bu Azərbaycan dövlətini bütün digər varlıqlarımızdan daha üstün tutmalıyıq. Heç bir vəclə, hətta belə deyək ki, nəinki İran münasibətində, nəinki Türkiyə münasibətində, heç bir vəclə Azərbaycan dövlətinin dağılmasına imkan vermək olmaz. Amma 35 milyon Azərbaycan türkünün də başlı-başına buraxılması və bizim dövlət himayəsindən kənar olması mümkün deyil. Bəs Şakir bəy, belə bir sual verim. Ümumiyyətlə təsəvvür edək ki, iqtidarda əyləşən partiya milliyyətçi partiyadır. Məsələn, deyək ki, Dünya Bozqurd partiyası iqtidar partiyası olsaydı. Yəni, hər halda dövlətçilik baxımından iqtidarın İrana qarşı bu qədər çıxış etməsi ya da ki, İranın daxili işlərinə qarışması xarici siyasətə nə qədər doğru qəbul olunardı? O, indi bir başqa söhbətin mövzusu olardı ki, tutalım, biz hakimiyyətdə olsaydık, nələr eləyərdik? Yəni, bu bir qədər elə bil başqa bir mövzudur. Amma mən hesab edirəm ki, bugün bizim hakimiyyətin hələlik İrandakı problemlərə o qədər intensiv qarışmadığı halda İran tərəfdən çox böyük təhdidlər var. Təbii ki. Mən isə, məsələn, mən hakimiyyətə belə deyək ki, mesaj verərdim ki, müdafiə olunmaq siyasətindən hücum taktikasına keçmək lazımdır. Yəni, İran bugün elə bir vəziyyətdədir ki, geci tezi dağılacağını bilir. İran dövləti Suriyadan sonra dağılacaq növbəti dövlətdir.
Bunu İrandakı rejim bilir. İran dövləti əslində o rejimin qurbanıdır. Bugün hakimiyyətdə olan və dünyada bəlkə də yeganə olan teoretik dini dövlətin deməli əsarəti altındadır. Əslində İran cəmiyyəti heç də o hakimiyyətdən belə deyək ki, öz inkişafını təmin edə bilmir. O mənada mən hakimiyyətdə olan İranın təhdidlərinə çox zəif cavablar verilir. Mənə belə gəlir ki, artıq İrana münasibətdə müəyyən hücum siyasəti taktikasından istifadə etmək lazımdır. Çünki biz geri çəkildikcə müəyyən qədər İranın təhdidləri artır. Aydındır. Şakir bəy, bəs məsələn bu hücum taktikası deyərkən nələri nəzərdə tutursunuz konkret? Mənə belə gəlir ki, İran anlamalıdır ki, bizim hakimiyyətin və millətçi partiyaların İranı parçalanmaq üçün çox böyük şansı var. 35 milyon Azərbaycan türkü İran üçün çox böyük bir və qorxulu qüvvədir. Yəni İran anlasa ki, biz İran dövlətinə, yəni bizim hakimiyyət İran dövlətinə hörmətlə yanaşır, qonşuluq mövqeyini sərgiləyir və İran onda bu cür təhdidlər etməz. İran elə başa düşür ki, bizim hakimiyyət 35 milyon türk haqqında fikirləşmir. Amma onu siyasi müstəviyə çıxardıb anlatmaq lazımdır ki, İranda 35 milyon türk əsarət altındadır və o bizim millətindir. Yəni bizim vətəndaşlarla eyni millətdən olan. Amma Şakir bəy, məsələn, İranda yaşayan Azərbaycanlıların hüquqları məsələsində hakimiyyətin qabartmadığını qeyd edirsiniz və həqiqətən hətta bu baş verməyə Amerika və İsraillə bəzi əməkdaşlığa görə və yaxud da ümumiyyətlə Azərbaycan dövlətinin varlığından İranın qıcıqlandığı aydındır, ortadadır. Bütün bunlar ola-ola hətta İran Azərbaycana qarşı belə təhdid, şantaj xarakterli hücumlar edir. Məsələn, bunu götürək saytlara hücumları və yaxud da ki, daha sonra bəzi terrorçu qruplaşmalar zərərsizləşdirildi. Bu olan halda bir də durub, məsələn, İranda yaşayan Azərbaycanlıların hüquqları da tələb olunsa, artıq İranın burada daha da sərtləşdirəcəyi gözlənilmir addımları. Deməli, onsuz da İranın bizə münasibəti çox sərtdir. Yəni, İran Azərbaycanın müstəqilliyini bu günə qədər tanımır. İran bizə Bakı dövləti deyir. Yəni, Azərbaycan dövləti deyir. Ümumiyyətlə, İranın münasibəti bizə qarşı onsuz da hücum siyasətinin üzərində qurur. Və mən sizə bir şey deyim. Azərbaycan dövləti Rusiya üçün, Ermənistan üçün, İran üçün ən təhlükəli dövlətdir. Azərbaycanın güclənməsi, qüdrətli dövlət olması, 35 milyon Azərbaycan türkünün bura birləşməsi, Rusiyada olan Dərbənd ərazilərində bizim həyat səviyyəsimiz yaxşı olandan sonra orada Dərbənd əslində Azərbaycan şəhəridir. Bir qədər qüdrətli olandan sonra biz torpaqlarını işğaldan azad edəcəyik. Mən illərdir, 25 ildir bu siyasəti təhlil edirəm. Və mənə belə gəlir ki, bizim bütün bugünkü çatışmamazlıqlarının səbəbkarı İran, Rusiya və Ermənistandır. Deməli, bu üç dövlət, üçbucaq şəklində bizim inkişafımıza mane olurlar. Bugün, mən yazılarımda tez-tez deyirəm, hakimiyyətdə elə istedadlı, elə intellektli, elə yüksək analitik düşüncəsi, elə o deyir, yüksək zəka sahibləri olmalıdır ki, bu qədər böyük və belə deyək ki, çox düşmənin öhdəsindən gəlib güclü siyasət yeritsin. Və mən açıq deyirəm, bugün hakimiyyətdə çox zəif intellektli, məhəlli düşüncəsinə, firqə düşüncəsinə, regional düşüncəyə malik daha çox insanlar var və onlar bu cür təhdidlərin qarşısında acizdirlər. Ona görə acizdirlər ki, bütün siyasət yüksək idrak səviyyəsində olmalıdır. Hakimiyyətdə elə analitik düşüncəli insanlar olmalıdır ki, hər saniyə Azərbaycan dövlətçiliyini qorumaq üçün İranla, Rusiya ilə, Ermənistanla hansı belə deyək ki, sistemli münasibət quracağını təmin eləsin. Mən bugün hakimiyyətdə, mən yazılarımda da deyirəm, hakimiyyətdə olan insanlar bu cəmiyyətin ən yüksək intellektli insanlar deyirlər. Və olmadıqlarına görə
bütün bunları cəmiyyət çəkir. Tural bəy, toplum, dövlət idarəsi və bunları bir-birinə bağlayan parlament var. Bugün toplum və mən cəmiyyət ona görə demirəm ki, toplum vətəndaş cəmiyyəti deyil. Dövlət aparatı vətəndaş cəmiyyətinin qurulmağında maraqlı deyil. Dövlət aparatı cəmiyyətin əlində olan parlamenti özəlləşdirib. Cəmiyyət parlament vasitəsilə dövlət idarəsinə rəhbərlik eləməlidir. Faktiki olaraq cəmiyyət hakimiyyət üzərində nəzarətdən deyil, çıxıb. O mənada bugün ali icra orqanları, ümumiyyətlə icra aparatı, dövlət aparatı cəmiyyətin siyasiləşməyində, siyasi institutların fəaliyyətinin genişlənməsində, vətəndaşların öz hüquqlarını təmin etməyində maraqlı deyil. Ona görə də həmin o dövlət aparatı cəmiyyətin bütün deyək ki, o siyasi institutlarını fəaliyyətini məhdudlaşdırıb. Amma anlamırlar ki, bu daha dəhşətli, nəticəsi olduqca dağıdıcı bir prosesə gətirib çıxarda bilər. Hakimiyyət, yəni hakimiyyətdə belə deyək ki, dövlət aparatı cəmiyyətin siyasiləşməyə meylini nəinki məhdudlaşdırmalıdır, hətta ona şərait yaratmalıdır. Şərait yaratmalı ki, cəmiyyətdə baş verən proseslər anlaşılan olsun. Cəmiyyətdə prosesləri kim hakimiyyətə diktə eləməlidir, deməlidir? Siyasi partiyalar. Amma bugün yanlış olaraq o siyasi partiyaları da müxtəlif yollarla ələ keçirib, sizin bu televizor, məsələn, tele kanalı kimi obyektiv və gerçək sözün hakimiyyətə çatmağında məhdudiyyət qoyur. Və bu da mən yazılarda yazıram. Bu xaosun axırında bir inqilab, belə deyək ki, şöhlələri görsənməkdədir. Şakir bəy, bəs elə Rusiya məsələsinə gəlmək istəyirəm. Rusiyada da bilirsiniz, seçkilər keçirildi və Putin qələbə qazandı. Ümumiyyətlə, siz Putinin növbəti prezidentlik dövrü Rusiya üçün nələr vəd edir? Məsələn, bəzi politologlar ümumiyyətlə Rusiyanın gələcəyini qarşı çox pessimist yanaşırlar. Məsələn, Vəfa Qulzadənin bizim tanınmış politologumuz tez-tez açıqlamaları olur Rusiyanın gələcəyi ilə bağlı və həmin proqnozlar verir və bu ölkənin artıq uçurum ərəfəsində olduğunu qeyd edir. Hətta Rusiyada Qarbaçov belə artıq Putinin növbəti dəfə prezident seçilməsini Rusiya üçün fəlakətə bərabər səviyyədə qiymətləndirdi. Siz necə düşünürsünüz? Ümumiyyətlə, Rusiyada hansı prosesləri gözləmək olar? Suallar o qədər geniş, əhatəli cavab istəyir ki, o mənada mən çalışıram ki, çox qısa cavablar verim. Deməli, Rusiya mövzusu heç də biz belə Rusiya deyəndə Rusiyanı Azərbaycandan tam ayrı, tamamilə belə deyək ki, qonşu bir dövlət kimi yox. Biz Rusiyanı təsəvvür eləməliyik ki, MDB-nin daxilində köhnə Sovet dövlətinin dağılandan sonra müstəqil olmuş Pribaltika və Gürcüstandan sonra qalan dövlətlər müstəqil dövlətlər birliyinə daxildir. Və bu müstəqil dövlətlər birliyi qarşısında müəyyən öhdəliklər var. Hər bir dövlətin o birliyə daxil olarkən müəyyən öhdəliklər götürür. Mən hərdən deyirəm ki, Azərbaycan dövləti müstəqil dövlət deyil. Azərbaycan dövləti müstəqil dövlətlər birliyinə daxil olan və qarşısında müəyyən öhdəliklər olan və öhdəliklərə cavabdehlik daşıyan bir dövlətdir. Bizim Rusiya ilə hələlik tamamilə belə deyək ki, tam ayrı bir müstəqil dövlət kimi deyilik. Gürcüstan müstəqil dövlətlər birliyindən çıxdı. Gürcüstan bugün müstəqil siyasət yeridir. Biz yeritdiyimiz siyasətdə hökmən MDB-nin, yəni müstəqil dövlətlər birliyinin olan dövlətlərin maraqlarını müəyyən qədər deməli pozmamalıyıq. Amma məsələn Gürcüstanın Rusiyaya qarşı belə çıxması bir növ Gürcüstan üçün o qədər doğru nəticələnmir. Mən elə hesab eləmirəm. Bəs Şakir bəy, ümumiyyətlə belə bir sual verim də sizə. O qədər maraqlı danışırsınız, məsələyə, mövzuya toxunursunuz və fikirlər mənim üçün də çox maraqlıdır. Ümumiyyətlə Cənubi Qafqazda bu üç müstəqil
Respublika, Gürcüstan, Ermənistan və Azərbaycan. Aydındır, Gürcüstanın atdığı addımlar göründü və buna görə Gürcüstanın itkiləri də məlumdur. Azərbaycan isə zaten bilirik ki, biz Qarabağ problemi birbaşa Rusiyanın əlindədir və Rusiyanın nəzarəti altında bu proses irəliləyir. Yəni bunun artıq nə ilə nəticələnəcəyi hələ bilinmir. Ümumiyyətlə belə olan bir şəkildə tam Rusiyadan uzaqlaşıb, yəni Rusiyadan kənar bir siyasət yeritmək nə qədər doğrudur? İndi mən o Rusiya mövzusun bir fikrimi tamamlayayım orada. Deməli, Rusiyanın özünü idarə edən bugünkü hakimiyyət, belə deyək ki, biraz belə bunu açıq şəkildə desək, köhnə KGB sistemindən çıxmış kadrların və o MDB-də olan respublikalarda da həmin qüvvələrə xidmət edən deməli kadrlardır və Azərbaycanda da elədir. Rusiya əslində xüsusi xidmət orqanlarının kadrları tərəfindən idarə olunur. Rusiya digər başqa imperiyalar kimi keçid dövründə tamamilə başqa bir dövlətə çevrilmirlər. Çar Rusiyası, Sovet imperiyası, bu gün müstəqil Rusiya dövləti eyni siyasət yeridir. Mən bunu qəbul edirəm nə üçün? Məsələn, Azərbaycan dövlətinin strateji hədəfləri olmalıdır. Bu, hakimiyyət dəyişikliyi olanda dəyişməməlidir. Qonşulara münasibət, iqtisadi münasibətlər, vətəndaş cəmiyyətin qanunu, bunlar hansısa bir hakimiyyət gələndə də biz hakimiyyəti adlarla əlaqələndiririk. Türklərdə belə bir şey, Osmanlı imperiyası. Yəni, Türk imperiyası demir, deyir Osmanlı imperiyası, Səlcuq imperiyası. Ruslarda isə adlarla dövlət qurmurlar. Rusiya dövləti qururlar və bu Rusiya dövləti 100 illər boyu gedir və orada siyasət dəyişmir. Biz elə fikirləşirdik ki, Sovet hökuməti dağılandan sonra Moskvanın bizə münasibəti dəyişəcək. Dəyişmədi, eyni ilə qaldı, hətta biraz da sərtləşdirdi. Putin getsə, Medvedev gəlsə, Rusiya cəmiyyəti üçün müəyyən demokratik ənənələr yarana bilər. Amma Azərbaycana münasibətdə 1000 ildə keçsə, hakimiyyətlər dəyişsə də belə, Azərbaycana münasibətdə Rusiyanın 500 il bundan qabaq necə bir siyasət yeridirsə, həmin siyasət yeridəcək. Azərbaycan dövləti Rus dövləti üçün təhlükə mənbəyidir. Rusiya heç bir vaxt Azərbaycanda güclü bir dövlətin qurulmasını istəməz. Bugün bütün Avropa və Amerikanın İran və Suriyada göstərdiyi siyasətə qarşı çıxan Rusiyadır. Niyə görə? Rusiya anlayır. Suriyadan sonra İran məsələsidir. İran artıq Rusiyanın bir növ dağılmasına start veriləcək. İran məsələsi başlayanda Rusiyada və nəzərə alaq ki, Rusiyanın təxminən 40% türkdür. Və türk amili və bizim burada Azərbaycan türklərinin belə deyək ki, fəallığı, əslində Azərbaycan türkləri fəal bir toplumdur. Sadəcə olaraq hakimiyyət və aparat, dövlət aparatı bu cəmiyyəti sıxmaqla məşğuldur. Əgər aparat bu cəmiyyəti sıxmasa, mən inandırırım ki, bu cəmiyyət özü çox problemləri həll edə bilər. O mənada Rusiyanın dağılması məsələsi gündəmdədir. Sadəcə olaraq, necə ki, Liviyadan sonra Suriya, Suriyadan sonra İran və İrandan sonra Rusiya. Yəni, Rusiya imperiya kimi mövcudluğunu itirməlidir. Aydındır. Şakir bəy, növbəti bir sualı belə vermək istəyirəm. Ümumiyyətlə, siz ölkə daxili siyasətdə də toxunursunuz bu qlobal məsələləri izah edərkən. Mən Amerikanın regionda yeritdiyi siyasətə sizin münasibətinizi öyrənmək istəyirəm. Bir meyar var, istər xarici siyasət olsun, istər daxili siyasət. Bu meyar bugünkü hakimiyyətdə yoxdur. Yəni, hakimiyyətin anlaşılmazlığı oradadır ki, biz ölçə bilmirik, bu siyasət nəyə xidmət edir? Milli hökumətdə biz millətçi mövqeyi illərdir təbliğ edirik. Milli mövqeyi ondan ibarətdir ki, aparılan daxili siyasət, xarici siyasət millətin mənafeyinə xidmət eləməlidir. Hansısa məmurun və məmur təbəqəsinin yox, Azərbaycan xalqının milli mənafeyinə xidmət eləməlidir. İstər Rusiya münasibətdə, istər İran münasibətində, istər Amerikaya münasibətdə.
bir meyar götürülür. Mənim Amerikaya bu gün müsbət münasibətim mənim xalqıma nə qədər xeyirlidir? Və yaxud Rusiya ilə mənim münasibətimin kəskinləşməsi mənim xalqıma nə qədər ziyandır? Belə bir meyar olanda, yəni hakimiyyətin yalnız milli maraqlardan çıxış etdiyini, hakimiyyətlərini qorumaq üçün yox, mövcud iqtidar bütün sahələrdə öz hakimiyyətini qorumaq üçün İranla da insan hüquqları tapdansa da belə ona qəbul eləyir, hakimiyyəti qorusun. Rusiya ilə bu münasibətlərdə heç bir milli marağı yoxdur. Hakimiyyətlərin qorunmasıdır. O mənada biz millətçilər, milli mənafeli insanlar, milli düşüncə sahibləri hesab edirik ki, bugün üçün Amerika ilə çox isti münasibətlər yaratmaq lazımdır. Çünki dünyada baş verən prosesləri bir qədər dərindən təhlil eləyəndən sonra mənim millətimə hansı mövqe daha yararlıdır meyarını ortaya qoyandan sonra mən hesab edirəm ki, bugün Avropa ilə də, Amerika ilə də çox isti münasibətlər saxlamaq lazımdır və necə ki biz tərəfdaşlıq proqramı ilə Amerika ilə münasibətli o tərəfdaşlıq proqramını biraz genişləndirmək lazımdır və mən MDB məkanından çıxmaq haqqında müəyyən qədər hazırlıqların görünməsinin tərəfdarıyam. Çünki Rusiya ilə biz qonşuyuq, qonşu dövlət olarak qalacaq. Amma Rusiyanın istənilən vaxtı, necə ki Gürcistan ərazilərini işğal elədi, Rusiya istənilən vaxtı ermənilərin əli ilə bizim daha böyük ərazilərimizi işğal eləyə bilər. Əgər hiss etsə ki, biz müəyyən qədər müstəqil siyasət yeridirik, ərazi iddiaları deməli bir qədər də təhdid xarakteri daşıyacaq. Ona görə də mənə belə gəlir ki, MDB məkanından çıxmaq haqqında hakimiyyət müəyyən qədər hazırlıqlar görməlidir. Amerikaya yaxınlaşmaq üçün Rusiyadan qurtulmaq lazımdır. Aydındır. Şakir bəy, biraz istəyirəm partiya ilə də bağlı sizə suallar verəm. Dünya Bozqurd Partiyası ümumiyyətlə digər partiyalarla münasibəti necədir? Deməli, Dünya Bozqurd Partiyası və mən onun sədri olaraq adətən bizdə partiya sədrlərinin şəxsi, fərdi xarakteri ilə partiyaların ideoloji o fərqləri ki var, daha çox partiyaların sədrlərinin xarakterindən partiyalar arasında münasibət yaranır. Yəni, bugün partiyalar arası münasibət yox, belə demək mümkünsə partiya liderlər arasında münasibət. Mənə belə gəlir ki, siyasi işlə məşğul olan, siyasətlə məşğul olan insanlarda emosional, romantik duyğular, insanlara münasibətdə xoşlayıram, xoşlamıram və yaxud nifrət eləyirəm, digər başqa, yəni bu cür münasibətlər partiyalar arası münasibətləri korluyor. Mən bugün bütün partiyalarla və partiya liderləri ilə normal münasibətlərim var. Heç kimə nə nifrət eləyirəm, heç kimi də nə həddən artıq çox sevirəm. Hadisələrin gedişində milli maraqların lazım olan məqamında istənilən partiya ilə dövlət marağından çıxış eləyərək əməkdaşlıq edə bilərəm. Bizim üçün və mənim üçün bir meyar var. Azərbaycan dövlətçiliyinin qorunması. Bəs Şakir bəy, konkret olaraq eyni ideologiyalı partiyalar, yəni Azərbaycanda milliyyətçi partiyalar var, sağ yönümlü milliyyətçi partiyalar var. Bunlarla əlaqələriniz hansı səviyyədədir və yaxud da deyək ki, liberal partiyası var. Məsəl üçün, siz millətçi, onlar liberal. Başqa ideologiyalı partiyalarla münasibətlər hansı səviyyədədir? Burada indi bir məsələ var. Yəni, bu milliyyətçiliyi çox vaxtlar, yəni onun təbliğinə, indi siz çağırmışsınız, mən burada çıxış eləyirəm. Digər başqa yerlərdə, televiziyalarda bu haqda danışmağı belə qorxurlar. Yəni, millətçilik deyəndə çox qəribə bir anlayış yaranıb. Cəmiyyət elə hesab edir ki, faşizmi. Millətçilik deyəndə irqçilik. Mən son 5 ildə 4 kitab milliyyətçilik mövqeyindən 4 kitab deməli hazırlamışam, çapa gedib və çıxıb. Bizim irəli sürdüyümüz milliyyətçilik, irqçilik, faşizmi, etnik millətçilikdən tamam fərqlənir. Mən deyirəm, modern millətçilik, müasir 22-ci əsrə hesablanmış millətçilik fəlsəfəsini ortaya qoymaq lazımdır. Bugünkü 18 yaşında
belə deyək ki, Gəncə klassik millətçiliyi və yaxud Türkiyədə olan müəyyən o irqi amillərlə əsaslanan millətçiliyi qəti yaramaz. Azərbaycanda müxtəlif xalqlar yaşayır. Mən hesab edirəm ki, 8 milyon Azərbaycan türkü var, 1 milyon qeyri-millətlər var. Biz öz millətimizə göstərdiyimiz hörmət və məhəbbəti həmin etnik qruplara da eyni qədər göstərməliyik. Bizi millətçiliyin kökündə, əsasında etnik millətçilik dayanmır. Mən yazılarımda deyirəm, biz millətimizin mənəvi dəyərlərinin millətçisiyik. Yəni, mənim millətimin ədəbiyyatı var, musiqisi var, mədəniyyəti var, kültürü var. Mən onun sevgisini təbliğ eləyirəm. Mən belə deyək ki, bir fərdin ya bir belə deyək ki, fiziki, bioloji insanın millətçiliyi etmirəm. Yəni, burada çox qarışdırırlar. Onu sadəcə izah eləmək lazımdır. Onun üçün, məsələn, şərait yaratmırlar ki, bu millətçiliyin mahiyyətini izah eləyəsən. Millətçilik, ümumi xalqın mənafeyinə xidmət eləyən insandır. Burada hansısa bir qeyri-millətə qarşı agresiv münasibətdən söhbət getmir. O mənada bizim partiyanın və mənim şəxsi millətçiliyə qarşı mövqeyim daha çox Atatürk millətçiliyi, yəni bir dövlətçi millətçilik. Şakir bəy, bəs suala konkret gəlsək, digər ideologiyalı partiyalarla münasibətlər? Mən bu etnik və qeyri-millətlərə münasibəti o partiyalara münasibətə gətirmək istəyirdim ki, yəni ki, əgər mən qeyri-millətlərlə, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan qeyri-millətlərlə necə münasibətliyəmsə, digər düşüncəli Azərbaycanda çox sevindirici halda ki, zəngin siyasi spektr var. Liberallar var, sosial demokratlar var, demokratlar var, dindarlar var. Demokratik cəmiyyətin müsbət cəhəti odur ki, bütün ideyalara xidmət eləyən insanları eşitmək lazımdır. Hər bir insan tribunadan, təbliğat vasitələrindən, kütləvi informasiya vasitələrindən öz ideyasını təbliğ eləməlidir. Bugünkü cəmiyyət əgər sosial demokratları və yaxud demokrat partiyasına daha çox qəbul edirsə onun ideyaların, parlament həmin qruplardan formalaşmalıdır. 10 ildən sonra milli mənafi üstünlük təşkil edəcək və yaxud bizim üçün qonşu dövlətlərdən müəyyən təhdidlər yaranacaq. Deməli, o dövrdə milliyyətçilik cəmiyyətə hakim kəsilməlidir. Çünki müqamət gücü qüvvətlənməlidir, özünün müdafiə instinkti fəallaşmalıdır. Həmin anda cəmiyyət milliyyətçilərə səs verəcəksə, parlament milliyyətçilərdən olmalıdır. Yəni, demokratik seçim imkanı cəmiyyətə veriləndə, cəmiyyət özü tənzimləyəcək ki, hansı ideya bugün üçün əsas ideyadır və digər ideyalarında olma. Məsələn, bugün dindarlara qarşı hər hansı bir təzyiqin olmasının qarşısındayam mən. Niyə görə? Dindarı eşitmək lazımdır. Dindara imkan vermək lazımdır ki, o da sözünü desin. Cəmiyyətdə səni 5 nəfər eşidirsə, deməli, sənin fikrin müəyyən qədər lazımlıdır. Bunun, belə deyək ki, qarşısını almaq gizli, daha deyək ki, qarşısı alınmayan qüvvələrin formalaşmağına imkan verəcək. Əgər bugün İrandan hansısa bir dini təşkilat Azərbaycanda pozicilik fəaliyyətindədirsə, təbii ki, Azərbaycan qanunları var, o qanunlar vasitəsilə, amma həmin qüvvələr ki, siyasətlə məşğul olmaq istəyir, ona şərait yaratmaq lazımdır ki, qoy sözünü desin. İranın bizə münasibətini biz siyasi dindar partiya vasitəsilə daha çox məlumat toplaya bilərik. Nəinki tutalım başqa vasitələrdir. Aydındır. Şakir bəy, bəs son olaraq bilirsiniz, həm də radikal müxalifət partiyalarının, özlərinə daha doğrusu, yəni radikal müxalifət partiyalarının toplandığı qurum var, İctimai Palata. Sizin münasibətiniz necədir İctimai Palata? Və yaxud da ki, sizi partiya olaraq qoşulmaq fikriniz varmı gələcəkdə? Deməli, təxminən il yarım qabaq, İctimai Palata təzə yarananda mən şəxsən təşəbbüs elədim və bir neçə partiya və bir neçə qurum
bu təşəbbüsə qoşuldu. Biz hesab elədik ki, İctimai Palata hesab edirsə ki, əgər o Azərbaycanda əsas müxalifət partiyasıdır, deməli bu partiyaların da orada təmsil olunması mümkün. Mən şəxsən bir neçə deməli partiya sədri ilə görüşdüm və əlavə də İctimai Palatanın Koordinasiya Şurasında İsa Qəmbərlə, Əli Kərimliyini və digər başqa deməli üzvlərlə görüşdük və mən təklif elədim ki, İctimai Palatada bütün Azərbaycanda olan özünü müxalifət hesab edən partiyalar təmsil olunsunlar. Məlum oldu ki, bunların elə bir marağı yoxdur. Partiyaların orada təmsil olunmasında maraqlı deyirlər. Və sonda mənə məlum oldu ki, ümumiyyətlə onların bütün müxalifətin adından iddia etməklərinə və bütün müxalifətin adından danışmaqlarına, hətta mənəvi haqları da yoxdur. O mənada deyirəm ki, İctimai Palata parlament seçkilərində belə deyək ki, onun saxta olduğunu iddia eləyən və seçilməyən fərdlərin bir ictimai təşkilatıdır. Onun məsələn, yəni onun fəlsəfəsində də elə yazılıb, əsasnaməsində də və o mövqeydən onların çıxış eləməkləri çox normaldır. Amma mən hesab eləmirəm ki, onlar Azərbaycan müxalifətinin əsas dayağıdır və əsas müxalifət gücüdür. Azərbaycan dövlətçiliyinin və Azərbaycan xalqının mənafeyinə xidmət etməyən və başlanğıcında hesab etmək, yəni təhlil etmək olarsa ki, o bizim dövlətə və millətə nəticə etibarilə zərər vuracaq, mən onu zərərli ideya bilirəm. Məsələn, elə bir ideologiya varmı ki, siz ona həqiqətən zərər? Mən əslində ifrat dindarçılıq ki, bu gün çox geniş yayılıb. Mən onu hesab edirəm ki, Azərbaycan dövlətçiliyi üçün və müstəqil Azərbaycan dövləti üçün bir təhlükədir. Ümumiyyətlə, istənilən ideyanın ifrat dərəcəsi qurumun, dövlətçiliyin məhvinə gətirib çıxara bilər. O mənada hələlik biz bəzi dövlətlərin separat, belə deyək, fəaliyyətlərin daha çox İranın dindarlar vasitəsilə bir təhdid eləyirlər. Hələlik başqa digər, məsələn, kommunizmi mən hesab edirəm ki, kommunist ideyası bəşəriyyət üçün böyük bir fəlakətdir. Və bu gün Azərbaycan o kommunist ideoloqlarının təsiri altında bizim cəmiyyət inkişafdan 40 il geri qalıb. 1970-ci ildə bugünkü televizorda danışılan 70-ci ildə danışılanla eyni cürdür. Mən hesab edirəm ki, bugünkü gənclik daha fəal olmalıdır. Elə Şakir bəy, sualı da o nöqtəyə gətirmək istəyirəm. Verilişimizin artıq bitməyinə çox qısa müddət qaldı. Biz elə hər gələn qonağa verilişin ən bir format var ki, gənclərlə bağlı suallar veririk. Sizin də düşüncənizi almaq istəyirəm. Hazırki gəncliyin inkişafı sizi qane edirmi və ümumiyyətlə gənclik bundan da daha yaxşı olardı? Fikriniz müdafiə edirsinizmi? Deməli, dövlət aparatının ən böyük nailiyyəti cəmiyyətin üstündə nəzarət yox, cəmiyyətin normal inkişafına şərait yaratmadır. Bayaq qeyd elədik ki, dövlət aparatı cəmiyyətin inkişafını məhdudlaşdırır. İnkişaf etmək istəyən də ən çox gənclikdir. Bugünkü dövlət aparatının maliyyə sıxıntıları içərisində sıxdığı gənclik və ümumiyyətlə bütün cəmiyyət demək olar ki, 40 illik bir gecikmə ilə, yəni onun fəaliyyətini məhdudlaşdırmaqla, bugünkü gənclikdə, məsələn, mənim ürək ağrısı ilə qeyd elədiyim kimi, mən bizim xalqın gənclərini bir Alman gənci kimi görmək istəyərdim ki, 18 yaşında onun öz həyatını qurmağa imkanı olsun. Maliyyə imkanları dövlət tərəfindən genişləndirilsin. Vətəndaş öz, deməli, dövlətin ona yaratdığı imkanlardan özünün təhsilində, yaşayışında, sosial inkişafında istifadə eləsin. Çox əfsuslar olsun ki, bizim dövlətin çox böyük imkanları var. Çox böyük maliyyə imkanları var. Çox kiçik bir fakt deyərdim. Azərbaycan dövləti öz pulunu İngiltərədə 4% illik İngiltərə bankında saxlayır.
Azərbaycanda 40% ilə 35% ilə illik kredit verir. Əgər bu gün həmin imkanlar Azərbaycan vətəndaşına edilsəydi, mən bugünkü gəncliyin, ümumiyyətlə bizim xalqın gəncləri, insanları fenomenal insanlardır. İstənilən sahədə maliyyə imkanı olsaydı, onlar daha böyük inkişaf səviyyəsinə çatardı. İstər təhsildə olsun, istər iqtisadiyyatda olsun, istər digər sahələrdə olsun. Gəncliyi siz pasiv qiymətdən? Gəncliyi mən olduqca fəal, amma dövlət aparatı tərəfindən sıxılmış, ideyasızlaşdırılmış, ideyası cəmiyyət olmaz. İstənilən cəmiyyətin ideyası olmalı. Şakir bəy, bir sual vermək istəyirəm. Burada siz bir növ siyasi iqtidarı bunda günahlandırırsınız. Gənclərin istənilən səviyyədə və o çərçivədə olmamasına görə. Amma belə deyək ki, məncə bunu daha çox sosial amillərlə əlaqələndirmək doğru olmaz. Məsələn, rayonlarda yetişən gənclərin bir düşüncəli ya da ideologiyalı, ideyalı bir gənc kimi yetişməsində məncə valideynlərin məsuliyyəti daha böyük deyilmi? Onların tərbiyə olunması sistemində və yaxud da ki, elmə cəlb olunmasında? Bax, bu məsələ. Qəribə bir şey var. Biz dövlət başçısı seçirik. Dövlət başçısı hesab edirik ki, o xalqın böyüyüdür. Biz dövlət aparatına vəzifə məmurlar yerləşdiririk. Məmurlar elə bilir ki, onlar cəmiyyəti idarə eləməlidir. Cəmiyyətin dəyərləri idarə eləməlidir. Demokratik qanunlar. Məmur dövlət aparatını idarə eləməlidir. Biz prezident seçirik. Prezident dövlətin aparatını idarə eləməlidir. Məni idarə eləməli deyil. Aparat cəmiyyətdə elə qanunlar, elə imkanlar, elə imtiyazlar verməlidir ki, o imtiyazlardan vətəndaşlar çətinlik çəkmədən istifadə eləsinlər. Mən bu gün heç bir valideyndə, heç bir sosial təbəqədə günah görmürəm. Bütün günahlar o dövlət aparatında oturan məmurların cəmiyyət haqqında tamamilə bilgisiz olmaqları ilə günahlandırır. Məmur hakimiyyətdə təmsil oluna cəmiyyətdə nə baş verdiyini ümumiyyətlə maraqlanmır. Cəmiyyət nədirsə, cəmiyyətin təsnifatını, çeşidini, nədən ibarətdir, cəmiyyət nə ilə nəfəs alır, onunla maraqlanmır. Amma mən bir şey deyərdim. Dövlət aparatı cəmiyyətin inkişafını təmin eləmək üçün birinci olaraq maliyyə institutlarını hər bir vətəndaşın əlini çatdığı yerdə eləməlidir. Rayonlarda baş verən hadisələr hakimiyyətin günahıdır. Hakimiyyətdə olan məmurların günahıdır. Korrupsiyalaşmış və rüşvət bataqlığında batan məmurların günahıdır. Valideyn əgər övladını saxlamaq üçün Rusiyada işləyib, pul göndərəcəksə kəndə, onun övladı heç bir vaxt normal vətəndaş kimi böyüyə bilməz. Son sözləriniz var. Çox sağ olun ki, dəvət elədiniz və fikirlərimizi dedik. Mən buradan mesaj verərdim hakimiyyət nəzarətində olan bütün təbliğat vasitələrinə. Cəmiyyətdə olan insanları söz demək istəyən insanları eşidin. Onlara şərait yaradın ki, onlar öz sözlərini desinlər. Bəlkə sizin ağlınıza batan və sizə xeyirli olan bəzi fikirlər səsləndirsinlər. Şakir bəy, çox sağ olun, bir daha təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bugün studiyamızın qonağı Dünya Bozqurd Partiyasının sədri, politolog Şakir Ulubəyli idi. Ondan müxtəlif ictimai siyasi məsələləri müzakirə etdik. Növbəti verilişlərdə görüşənə qədər sağ olun, salamat qalın.